Mən Könül Quliyeva 9 ildir Azərbaycanda moda təhsili sahəsində fəaliyyət göstərirəm və Şönül Fashion School-un qurucusuyam. 9 il əvvəl bu sahəyə başlayanda bir sual məni çox düşündürürdü. Bizim cəmiyyətimizdə yetəri qədər kreativ insanlar, gənclər, yeniyetmələr var. Zövq var, istedad var, potensial var, həvəs də var. Amma burada bir sual ortaya çıxır. Bu istedadı peşəyə necə çevirə bilərik? Bu sual birdən-birə ortaya çıxan nəzəri bir sual deyildi mənim üçün. Çünki özümün də təhsil aldığım müddətdə bu problemi, bu boşluğu hiss etməyə başlamışdım. Çünki müəyyən bacarıqlar qazanırsan, eskiz çəkirsən, konstruksiya qurursan, ideya qurursan, amma bir yerdə bu dayanır. Başa düşürsən ki, növbəti addımın nə olacağından sən xəbərsizsən. Nəyə görə? Çünki burada vahid bir sistem yox idi. Təbii ki, ayrı-ayrılıqda konstruksiya dərsləri keçən, tikiş dərsləri keçən, rəssamlıq dərsləri verən insanlar var idi və onlar bu işin ancaq yaradıcı tərəflərinə fokuslanmışdılar. Bunların ayrı-ayrılıqda olması, vahid bir sistemin, bütöv bir modelin olmamağı insanlar üçün növbəti mərhələlərdə çətinlik yaradırdı və bu böyük bir sual işarəsi idi ki, mən istehsala keçmək istəyirəmsə, mən bunu peşə yönümlü istifadə etmək istəyirəmsə, bu yaradıcılığımı nə etməliyəm? Və digər bir tərəfdən bu sahənin yalnız yaradıcılıq kimi görünməsi düzgün deyil. Çünki əslində biz biraz geniş bir aspektdən baxdıqda modanın böyük bir sənaye olduğunu başa düşürük. Və məlum məsələdir ki, sənaye təsadüflə işləmir. Burada bir sistem lazımdır, struktur lazımdır. Ona görə də bu məktəbi quranda düşünürdüm ki, mənim məqsədim sadəcə bir kurs açmaq və yaxud yaradıcı fəaliyyətlə məşğul olmaqdan çox bir mühit yaratmaqdır. Elə bir mühit formalaşmalı idi ki, burada gənclər, yeniyetmələr, tələbələr yalnız ilhamlanmaqla, dizayn etməklə məşğul olmasınlar. Eyni zamanda bir strukturun içərisində böyüyüb inkişaf eləsinlər. Çünki ümumilikdə biz baxanda yaradıcılıq çox gözəldir, amma bu yaradıcılıq struktur olmadan bir peşə fəaliyyətinə çevrilə bilmir. Və digər bir tərəfdən də bu illər ərzində mən bir daha aydın şəkildə başa düşdüm ki, bizdə əslində istedad problemi yoxdur, bizdə sistem problemi var. Bu sistem problemi də mən deməzdim ki, yalnız təhsil məsələsidir, yəni təhsil problemidir. Bu eyni zamanda cəmiyyətin və iqtisadi modelin quruluşu ilə bağlıdır. Yəni biz bunu sosial və iqtisadi problem kimi də dəyərləndirə bilərik. İndi gəlin baxaq bunun sosial və iqtisadi tərəfləri nədən ibarətdir. Uzun illər cəmiyyətimizdə bəzi peşə sahələri daha stabil və təhlükəsiz peşələr kimi qəbul olunub. Məsələn, həkim, hüquqşünas, vəkil, müəllim və yaxud dövlət qulluğu kimi peşələr daha stabil və təhlükəsiz görünür insanlara. Onlar kreativ sahələri daha çox hobi və əlavə bir məşğuliyyət kimi görüblər. Bu da biraz cəmiyyətimizdə bu riskli peşəyə çevirib gözündə insanların bu kreativ sahəni. Deyərdim ki, burada digər bir önəmli faktor valideyn faktorudur. Çünki təhsil alma periodunda olan insanlar adətən gənclər və yeniyetmələr olur. Onlar maddi cəhətdən valideyndən asılı olmaqla bərabər həm də valideynin emosional o inamına da ehtiyac duyurlar və valideyn öz uşağı üçün stabil bir gələcək istəyir və bu çox təbii bir şeydir. Sadəcə buradakı boşluq ondan ibarətdir ki, valideynlər də bu cəmiyyətdə formalaşan stabil peşələri öz övladı üçün daha güvənli, daha təhlükəsiz olaraq görür. İndi burada nə lazımdır? Burada bizim üzərimizə düşən əsas məsələ odur ki, moda təhsilini elə bir şəkildə qurmalıyıq, elə bir sistemlə təqdim etməliyik ki, biz cəmiyyətdə inam yarada bilək. Xüsusilə də valideynlərdə bu inamı yarada bilək. Bu inam da necə formalaşa bilər? Əgər tələbə və valideyn görsə ki, bazar mexanizmi ilə bu təhsil paralel olaraq birlikdə inkişaf eləyirsə, deməli bu artıq gələcək üçün risk tələb edən bir sahə olmayacaq. Yəni tələbə başa düşsə ki, burada bazara müəyyən töhfələr verə biləcək, istehsalla məşğul ola biləcək, oradakı gəlir mənbəyini görə bilir. Bu halda artıq bu riskli bir peşə sahəsi kimi görünməkdən çıxacaq. Yəni hobi kimi, məşğuliyyət kimi görünməkdən daha rahatlıqla çıxa biləcək. Əgər biz bu düşüncə tərzini dəyişə bilsək, valideynlərdə müəyyən bir inam formalaşdıra bilsək, əslində bir tərəfdən o işin sosial problemini nisbətən həll edilmiş ola bilərik. Çünki istər-istəməz artıq biz başa düşürük ki, zaman dəyişir, dünya iqtisadiyyatı dəyişir, artıq resurs
əsaslı modeldən insan kapitalı əsaslı modelə keçid var və bu da bir tərəfdən bizə göstərir ki, yaradıcılıq artıq əlavə bir üstünlük deyil. Bu əslində strateji bir resursdur. Biz bundan faydalana bilərik öz iqtisadiyyatımızda. Biz tez-tez dilə gətiririk ki, bazar ilə təhsil arasındakı körpü zəifdir. Amma gəlin bunu biraz konkretləşdirək. Məsələn, tələbə yaradıcı sahədə təhsil alır. Eskiz çəkməyi öyrənir, konstruksiya qurmağı öyrənir, öz kolleksiyasını yaratmağı öyrənir. Amma məzun olduqdan sonra bütün bu texniki və yaradıcı biliklərə yələndikdən sonra məzun olma prosesinə yaxınlaşdıqca və yaxud məzun olduqdan sonra müəyyən bir çaşqınlıq içərisinə düşür. Çünki o bilmir ki, məsələn, Azərbaycanda hansı seqment boşdur bazarda və yaxud maya dəyəri necə hesablanmalıdır, ilk kolleksiyanın risk səviyyəsi nədir? Yəni bu kimi məsələlər artıq kreativ problem olmaqdan çıxır. Bu biraz da iqtisadi savad probleminə çevrilir. Buna görə də moda məktəbləri bazarla birlikdə işləməlidir. Yəni bu sadəcə nəzəri biliklərlə kifayətlənməli deyillər burada. Tələbələr proses zamanı, öyrənmə prosesinin içərisində real brieflərlə işləməlidir. Qiymət strategiyasını müəyyən etməyi bacarmalıdır. Riskləri hesablamağı bacarmalıdır. İstehsal zəncirini başa düşməlidir. Auditoriya üçün düşünməyi bacarmalıdır. Yəni bütün bunlar hamısı paralel şəkildə həm yaradıcı tərəf, həm də bu bazarla əlaqəli olan tərəfimiz təhsil prosesində, tədris prosesində paralel şəkildə aparılmalıdır. Çünki dizayner təkcə yaradan tərəf yox, eyni zamanda qərar verən tərəfdir. Əgər bir tələbə və yaxud dizayner yalnız yaradan tərəf olaraq qalırsa, qərar vermə mərhələsinə gəlib çatanda nə edəcəyini bilmirsə, artıq bu zaman bu iş, bu sahə hobbi və məşğuliyyət səviyyəsində qalır. Ondan o tərəfə keçə bilmir. Peşə mərhələsinə keçid eləyə bilməyəcək. Buna görə də kreativ potensial burada iqtisadi mexanizmlə birləşməlidir. Və bu birləşmənin də səbəbi ondan ibarətdir ki, moda bir sənayedir. Və biz moda sənayesindən danışanda çox vaxt dizaynerin adını daha çox hallandırırıq, amma əslində bir məsələ var. Dizayner hələ ancaq sadəcə bir kolleksiya belə hazırlamağa başlayanda, bütöv bir fəaliyyət dövrünə başlamağını belə nəzərdə tutmuram. Sadəcə bir kolleksiya üzərində işləyəndə artıq onun ətrafında konstruktor, parça təchizatçısı, texniki işçilər, satış mütəxəssisləri, satış komandası, marketinq mütəxəssisi kimi əməkdaşlar çalışmağa başlayır. Yəni bu da artıq o deməkdir ki, bu sadəcə kiçik bir çevrədən ibarət deyil. Bu artıq çox şaxəli iqtisadi bir modelə çevrilə bilər. Yəni bu məqamda artıq biz başa düşməliyik ki, Azərbaycan yalnız istehlak eləyən bir ölkə olmamalıdır. Eyni zamanda bunu yaradan tərəf də ola bilər, istehsal eləyən tərəf də ola bilər. Və bu istehsal prosesində biz ancaq paytaxt mərkəzli də qalmalı deyilik. Çünki regionlarda bizim çox yaxşı əl bacarığı olan ustalarımız var, istehsal potensialı var, tekstil ənənəmiz var. Əgər burada dizayner ideyanı verən tərəf olarsa, bir məhsulun ideya olaraq yaradan tərəf olarsa, regionlarda bunun istehsal prosesi həyata keçərsə, məhsul düzgün bir şəkildə təqdim olunub həm yerli, həm xarici bazarda satışa çıxarsa, bu artıq bir klaster modeli hesab olunur. Və bu modelin həyata keçirilməsi çox təəssüf ki, tək başına bir insanın üzərində olacaq məsuliyyətə bağlı deyil. Bu artıq komanda işi, əməkdaşlıq işi olmalıdır. Burada müəyyən planlama əsasında bir çox sahələr, bir çox qurumlar birləşərək bu sistemi ərsəyə gətirə bilərlər. Təhsil, istehsal, bazar, strateji planlama burada bir-biri ilə bağlı olmalıdır. Əgər biz bu bağlılığı qura bilsək və bu sistemi düzgün şəkildə yarada bilsək, artıq moda yalnız estetik sahə kimi yox, eyni zamanda güclü iqtisadi bir mövqeyə də çevrilə bilər. Və artıq 9 il ərzində minlərlə tələbə ilə işləmişəm. Bu gün hara getsəm sektorda, moda nümayişlərində, yerli brendlərin cəmləşdiyi showroomlarda öz tələbələrimlə qarşılaşıram. Eyni zamanda beynəlxalq təhsil platformalarında. Çünki hal-hazırda xaricdə təhsil alan tələbələrim də var. Təbii ki, bu ayrıca bir mövzudur. Bundan başqa bir vaxt bəlkə də danışmaq olar. Amma ümumilikdə
prosesə baxdıqda, məsələn, öz brendini quran, öz məhsullarının satışını edən, öz eskizlərini xarici bazara satan tələbələrimə baxdıqda başa düşürəm ki, illər əvvəl kiçik bir studiyada başlayan proses artıq düşünürəm ki, müəyyən bir ekosistemə çevrilib. Və bu zaman tələbələrdən aldığım müəyyən feedbacklər mənim üçün bütün bunlardan sanki daha dəyərlidir. Sırf burada valideynlərin inamını qazanmaq, onların güvənini qazanmaq, tələbələrin müəyyən bir mənada cəsarət toplaması, bu sahədə yalnız yaradıcı proseslə kifayətlənməyib peşə fəaliyyətlərinə keçməsi, bu cəsarəti özlərində tapması, eyni zamanda da bu cəsarətin altının boş olmaması mənim üçün daha dəyərlidir. Yəni bu biraz da statistik göstəricidən çox düşünürəm ki, böyük bir dəyərə çevrilən məsələdir. Etmək istədiyim və hələ də edə bilmədiyim layihələr də var, amma düşünürəm ki, hər mərhələ öz vaxtında formalaşır. Ümumilikdə isə düşünürəm ki, biz bu sahədə müşahidəçi yox, icraçı olmalıyıq və sistem qurmalıyıq və yaxud bu sistemin qurulması üçün bəzi töhfələr verməliyik. Çünki Azərbaycanın kreativ potensialı düşünürəm ki, daxili bazarla məhdudlaşmamalıdır. Biz regional brend mərkəzinə çevrilə bilərik, ixrac edən dizaynerlər yetişdirə bilərik, yeni klaster modelləri yarada bilərik. Eyni zamanda öz yerli estetik ənənəmizi qlobal bazara da çıxara bilərik. Amma bunun üçün yenə də bir daha vurğulayıram ki, sistem lazımdır. Və son olaraq 9 il əvvəl bu yola başlayanda mən bu sahənin gələcəyinə inanırdım, amma bu gün artıq təkcə inanmıram, eyni zamanda nəticəsini də görürəm və düşünürəm ki, bu hələ başlanğıcdır bizim üçün. Thank you.